Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu agentliklə bağlı illərdir və son illərdir bir əmin açıqlamaya rast gəlirik ki, hər dəfə suyun qiyməti aşağıdır, sərf etdiyimiz məbləği biz qarşılaya bilmirik, çıxarda bilmirik. Bəli, bunlar qoyasın ancaq qiymət qaldırsınlar. Mənim başım tutmur, bu qiymət qaldır, qaldır, nə hara kimi qalxmalıdır bu, bunu dayanan yeri olmalıdır, yoxsa yox. Amma işə gələndə, fəaliyyətə gələndə bu qurumlar və belə bir qurumlar orada da yoxdur. Mən lap əvvələ qayıdaram aksiya ilə bağlı. Bu qurumda sanki harda qeyri-peşəkar, harda belə deyim də, işi bilməyən var və sahəsindən anlayışı olmayan var. Gətirib 30'lar yuxarı başlayır. Danışanda falan yerdə problem var. Bütün ehtiyatımızı oraya yönləndirmişik. Bütün o briqadamız oradadır. Yəni bir adi problemə, bütün bu qlobal problemi çevirən insanlardır. O ki, aldı aksiya. Anar Cəbraylı var idi, əvvəlki mətbuat xidmətinin rəhbəri. İndi başqa yerdə çalışır. Yəni, Anar Cəbraylıdan sonra biz mətbuat xidmətin fəaliyyətindən çox narazıyıq. Biz əvvəlki heyətdən götürəndə, əvvəlki baş mühəndislərdən indi baxanda onlar peşkar etmiş. İndiki baş mühəndislərin fəaliyyətindən çox narazıyıq. Bundan başqa, yəni ölkədə deyirik, normadan artıq yağan yağış. O normadan artıq yağan yağışın yəni bu səviyyədə heç bir problemi ola bilməz. Normadan artıq görülməyən iş var. Normadan az görülən iş var ki, bu da fəsadlara gətirib çıxardıb yol açıb. Yəni bundan başqa bu qurum əvvəlki kimi belə deyim də, yəni sanki peşkarlıq istiqamətində bir cavab verə bilmir. Bir mətbuat konfransı keçirdi, ictimaiyyətə suallara cavab verə bilmir və yaxud vermək istəmir. Ümumiyyətlə ki, bunlar elə bilirlər ki, yox, hamının bunlara borcu var, sanki bunlarda mükəmməl işləyən bir qurum yoxdur. Adsaya bu günləri kommunal sahədə çox uğurlu fəaliyyəti yoxdur. Yəni bunu hamımız görürük, hamımız bilirik. Agentlik böyüyüb, belə deyim, səlahiyyətlər artıb, amma çox təəssüf ki, insanlar bu qurumdan narazıdır. Yəni bir nəfər narazı olar, 2 nəfər narazı olar. Yəni 100 minlərlə insan narazılığı nədir? Təbii ki, yəni kim bunların yerində olsa, ya əlini vuran sular ki, biz yaxşı işləyib xalqa xidmət eləməliyik, getməliyik. İndi görək bu qurum hansı yol seçəcək.